Salam dostlar. Nerede Mıtı? Küt düşmək istəyirsən? Qut-qut eləyirsən. Xoruzunuz da yoxdur. Dünənləri dostlar, çoxlu video çəkəcəydim, amma çəkə bilmədim. O qədər çox iş gördüm ki, burada yoruldum. Video çəkə bilmədim. Özümə gərək o belə telefonu qoyurlar. Tripoddur, nədir? Ondan gərək alam. Rahat-rahat çəkə-çəkə işlərimi görəm. Toyuqlarımın bir xoruzu vardı, bilirsiniz. Xoruzum öz-özünə öldü İraq bunlardan. Niyə bilmirəm. Öz-özünə öldü toyuqlarım. Toyuğum yox, xoruzum. Ay Allah, toyuqlarım dedim. İnşallah bir şey olmaz. Dünənləri bir də baxdım ki, bizim bir dovşanlarımız var. Bir ağ, biri qara. Birinci dəfə 3 dənə bala elədi. Balası oldu. Sonra balası 3 gün də baxmadı, öldü balaları. Bu səfər də muşduq. Bu səfər də doğmalı idi. Ala sənə meyvə gətirim. Bu səfər doğmalı idi. Gördüm ki, bax bu ana dovşanımızdır. İndi bu səfər çox yaxşı doğub büküb. İnşallah sağ-salamat böyüklər. Oranı saman zat. Buradan aparıb yığıb ora samanları falan. Belə yox idi. Dünən bura saman yığdım, aparıb saman da yığıb. İnşallah bu səfər daha yaxşı baxar. Gedim su gətirim. Suyu da aşırıb, töküb. Çoxlu su verim içsin. Südü olsun. Neçə balası var bilmirəm. Baxmamışam. Gəl ye, gəl Mutu, gəl. Gözümü dönbətmə orada, gəl. Biraz çox yabani dovşandı. Çox dedikcə yabani dovşandı. Gəldim, burada sənin üçün xiyar qabığı da var idi. Al. Burada da bizim erkəyimiz var. Haradasan Mutu? Doş. Hani bu dovşan? Gözümə dəymir bu günlər. Ha, oradaysan. Gəl də Mutu. Bilmirəm bunun kimi ağ balası çıxacaq ya yox. Qulağındakı nədir elə? Mutu. Suyun da var burada, içməmsən. Bu da yoncadır. Dovşanlar üçün almışdım. Mutuş. Ay. Korudum bunların. Dedim sənə su gətirim, hə Mutu? Örtün buranı, amma erkək çıxmasın ora. Erkək özü pilləkənlə çıxır, düşür. Gəlin bakayım. Bunu da verin, burada eşəliyib yiyin. Dünən həyatda işlərim o qədər çox idi. Axır ki suladım, hər yeri sərgiyə saldım. Burada mənim incirim var. İncir balaca olduğu üçün büşmüşəm. Toyuqlar dəyməsin. Bu malinadır. Bunun yurpağın desin dovşan yeyib. İndi bunu da setkalayacağım. Bu da belə qara kim olur, nə deyirlər bu yadımdan çıxıb. Ona mama vermişdi, yarpaqlayıb. Güllərimi hara yığım bilmirəm, inanırsınız. Bu da şeydi, cəfəri. Və nə deyirlər, vəzəlliyə bax, nə qəşəng tərdi. Nəsə salatlıqdır. Nəysə də. Bu biçəm gərək, keçəndən qalmadı. Biçim təzdən canlansın, cavanlaşsın. Buradakı baxın güllərimi əkmişəm, gələmədən bitiblər. Suyun zadını verim, düzəlsinlər. Burada da belə əkdiyim güllər var. Burada belə bir ağac əkmişəm. Buna ərəl ağacı deyirlər, nə bilim çınar ağacı deyil. Çınarın biraz başqa növüdür. O 5 barmaq çınardan deyil. Buradan bax yarpaqları çıxıb. Buradan böyüsün belə. Xoşum gəlir. Üstündə quşlar olsun istəyirəm. Quşlar gəlib qonub orada çıqqıldasınlar. Burada toxum falan əkəcəm. Belə əkmişim. Əslində bunlar toxumu üçün bu qabları saxlamışdım. Gül əkmişəm. Sonra bəlkə çıxartdım bunları içinə. Toxum falan əkdim. Burada da belə güllərim. Burada da var güllərimi. Bu hissəni biraz az suluyorum. Yaxşı əmələ gəlmir. Bunlar gərək yaxşı baxam. Belə baxın, bunun üstündə belə setkaladım. Mənim görünür ya yox. Böyürlərində.
Ponlu mənim boyumda dilə. Qəşəng rahat gəzmək olur burada. Dünənləri bizim tospikimiz qış yuxusuna getmişdi. Harasa bu hissələri əvvəl açıq idi bura. Bu hissələrdə olduğunu düşünürdüm. Düşünürdüm ki, yəqin evin altına zaten eşib oradan gedib yatıb. Dünən burada işləyəndə bax o qıraqdan gördüm nəsə yumur deşik kimi var. Düşündüm ki, ya o kirisa, mış falan onlardan olar ya da ki tospik olacaq. Oranı açdım, ennətdim, daş falan vardı, götürdüm oradan. Sonra başım həyətə qarışdı. Bir də gördüm tospik çıxıb orada su içir. Yazdan bəri yox idi da, yəni yoxa çıxmışdı, qış yuxusuna getmişdi. Axır ki çıxdı su içməyə. Bura toxumların. Sonra gəldim oranı bağladım. Buna baxaq, tökmüşəm, çox olub. Yuxarıdan tökülüb. Toxumlar çıxıb bizə. Bura həyətimin, keçən ilki həyətimin toxumlarını əkmişəm. Elə bir bodur pomidor idi qab üçün. O vaxt 16-7 manat almışdım. 6 idi, 7 idi belə qab üçün. Onun toxumunu götürmüşdüm. Yəni mən əslində çox götürdüyümü düşünürdüm. Baxdım ki, az götürmüşəm. İndi nə bitə-bitə day bilmirəm. Biraz da qıl bibərdən həyətimdə öz-özünə çıxmışdı keçən ildən. Keçən o bibərdən əkməmişdim. Öz-özünə biri çıxmışdı. Onun toxumunu götürmüşdüm. O qədər acıdı ki, onun toxumu çıxarıb bura əkəndə belə acısı nəfəsimi yandırdı. Bax elə toxumlarımı torpaqla buluşdurdum. Nə bitə tay. Burada da əkmişəm. Pomidor, biberdir. Başqa nə var toxum olaraq? Başqa heç nə. Bodur pomidor, uzun çeri pomidorlarım var idi. Xırda-xırda, salqım-salqım. Onlardan inşallah bitərlər. İnşallah heç olmaz o bodurla çeri pomidorun toxumunu itirmiş olmaram. İnşallah onlar çıxar. İnşallah onlar çıxsa mən rahat olaram. Onlar çox qəşəng sortdur. O çeri pomidoru mən belə balaca belə qabda satırlar. Bilmirəm neçə, baha almışdım onu. Biraz alıb onun toxumunu çıxarıb əkmişdim. İnanırsınız necə gözəl bitmişdi. İndi onu mən bunları hələ içinə əkməmişəm. Bunları çiyələk falan əkməyi düşünürəm. Bunları da hələ içinə əkməmişəm. Qablar ancaq bunları əkmişəm. İnşallah pomidorlarım çıxar. Oy, başım dəydi. Çeri pomidorda bu hissə biraz aşağı olduğu üçün belə dəmirlə bağlamışam. Çeri pomidor da var. Biraz iri pomidordan da var. Bir də bodur. Əsas mənə bodurla çeri lazımdır. İri o qədər də lazım deyil. Bu hissə ilə bu hissəyə də lobiya əkmişəm. Görək bitəcəkmi? Bitər, umarım bitər. Doş, sən ağzı bağlayayım, qapısını örtüm, rahat balaları geçər. Gedib sənə su gətirəcəm. Su, tamam. Su gətirim. Bu buradan niyə çıxdı belə? Dünən buralarda oturmuşdum elə bil. Neyse, düzəldərəm. Gedim ona su gətirim. Bu da Melisa'nın yöre boşun diyesi. Eski karşılıklıdır. Geç göre. Tabii ki. İşletme bir de çok daldı. Oğlum artık. Ay. Açtım açtı. Tarım sularını da vereyim. Burada dünəndən yığılan zibillərim atmalıyam. Baxın güllərimə. Bunu qırdım, əkdim. O biri gülümün uzanan. Baxın menekşələrimə. Necə gözəl artıq bitirlər. Buradan belə bir yolka əkmişdim. Bilmirəm çəkmişəm ya yox. Güllərim hamısı canlanırlar. Hamısı əsas qızıl güllərim maşallah çox gözəl olublar. Görürsünüz necə gözəl. Yani bu çok güzel qızıl gülümdür. Hamısı gözəldir əslində. Qırmızılar var. Sarım yoxdur amma deyəsən mənim. Sarı rəngim yoxdur. Bunlar da qırmızı olmalıdır. Bu da
Narıncıdır o deyəsən, bu qırmızıdır. Bu çəhrayıldır, qəşəng iri açan. Sarım yoxdur. Sarı papatyalarım var. Bu qıpqırmızı sarmaşıq qızılgüldür. Bir kökü də uzanıb oradan yuxarı sarmaşdırmışam. Güllərimi görürsüz. İndən belə canlanacaqları. Güllərim çox belə, bilmirəm, baxımsızmı qaldılar. Baxın, yuxarıda da yığmışam. Onları da hamısına baxacağım. Axşam sulamışam hamısını. Yumurtalı suyum var orada. Gübrə hazırladığım. Ondan verəcəm. Buna baxın necə gözəl. Keçən il əkdim, keçən il gül açmadı. Bu il hamısı gül açmağa hazırlaşır. Görün nə gözəldir. Bura çiyələ yeri düzəltmişəm boydan boya. Bu mənim oh, necə gözəl qoxusu var. Kək otumdur. Görürsünüz necə gözəldir. Burada keçən ildən qalma bir çiyələyi xilas eləyib axır ki, bura əkdim. Bu çiyələk bilirsiniz nədir dostlar? Bu çox sort çiyələkdir. İnanın düz qışa kimi meyvə vermişdi üstündə. Da bunu dəyişmədiyim yer qalmadı. İnşallah burada bitər də bura dəyişməyəcəm. Burada bitsin istəyirəm. Çox qəşəng çiyələk, sort çiyələkdir. Ondan ikisini üçün almışdım. Bir dənə o qalıb. O birisləri saxlaya bilmədim. Günah məndə oldu daha doğrusu. Limonumu oraya əkmişəm. Bu mənim nar ağacımdır. Baxın, dünən bunu da düzəltdim. Görürsünüz. Dünən bunu da düzəltdim. Gül əkdim bura. Gülləri qoydum daha doğrusu belə. Görürsünüz belə uzunasına. Çəkim belə taxta getdim, tapdım, gətirdim. Böyükləri uzun idi. Kəsdim, düzəltdim, vurdum ora. Çox qəşəngdir. Sanki ortadan biraz əyilib, ortasını biraz daha qaldıram yuxarıya. Ortası biraz qalxsın. Düzəldəcəm əşyaları, boş şeylərdir. Buna baxın, rəngbərəng. Keçən aldığım 3 rəng almışdım. Mənəkşələrim. Görürsünüz, toxumdan əkmişəm. Necə gözəldilər. Çox qəşəngdilər. Burada da var bu rəngdə. Mənəkşələr. Burada da var. Hər yerə əkmişəm. Burada baxın, bezelye. Görürsünüz, yəni qaraq bezelye. Bunun toxumu mən Azərbaycanda heç yeri tapa bilmədim. Axır ki getdim, şeydən aldım. Türkiyədən zakaz verdim. Karalahana da var orada. Gül toxumları da əkmişəm. Baxın, dünən də bunları əkdim. Almışdım bu gülü. Bir də sarı gülü. Burada çiyələklər əkmişəm 3 dənə. İndi yenə də alıb bu hissəni bütöv çiyələk eləməyi düşünürəm. Güllərim. Güllərim baxın, bu da çəhrayı fason olmalıdır. Bunun da biri qırmızı, biri deyəsən. Bunlar çox qəşəng güllərdir, qızıl güllər. Yəni amma sarı gülümlə ağ gülüm yoxdur bir dənə. Düşünürəm ki, mənim sarı qızıl güllə ağ qızıl gülüm yoxdur. Onlarda mamada var. Belə. Gülümün gözəlliyinə. Bunu bir şəklini çəkək. Buraları düzəltmişəm. Burada baxın. Qızıl gül əkdim buradan. Sarmaşığım var idi. Bax, onun balasından qırdım. Belə bura uzansın. Bütün bu hissəni qızıl gül eləsin. Baxın, oradakı qızıl gülümlə sarmaşıq. Burada əkdim. Buradan belə bu hissəni qızıl gül göstərsin. Belə. Ha, bir də çöldə düzəltdiyim var. Çöldə buranı açım. Bir də baxın, burada var. Burada belə. Bu bakladır. Hara gəldi əkmişəm. Bu gözəl rəngbərəng gül açan papatyadır. Bu yaz papatyasıdır. Buna bu nədir belə? Buna nə tökülüb belə? Nədir bu? İliyim görüb. Vallahi nəsə tökülüb bura. Elə bir yemək artığı, çörək artığı kimsə gətirib bura tökür. Soruşaram qonşudan. Salam qonşu, necəsən?